TikTok səhifəsində, bu Instagram səhifələrində indi baxırıq da hamımız giririk, maraqlanırıq, görürük. Bir uşaq rastıma çıxdı. Bilməm siz də yəqin görmüsünüz onu yoxsa yox. Bir gözəl balamız var bizim. Dəyərli qızımız var. Hamımızın evladı sayılır, hamımız üçün dəyərlidir. Mən baxdım valla, inan Allaha ki Zakir, mən baxanda göz yaşlarımı saxlaya bilmədim. Və mənə ağlamaq tutdu. Tez bizim redaktora zəng vurdum ki, tez təcili olaraq bu uşağı tapaq və bizim verişimizi dəvət eləyək. Bizim sənətkarlarımızın qarşısında onun da ifasını eşidək. Fatimə balamız var. Mən istəyirəm Zakir, Samir bəy, bu gözəl balamızı təqdim edin bura. Onun ifasını dinləyək, eşidək. Siz də bir sənətkar olaraq ona bir qiymət verin, onun bir dəyərli ifasını qoy. Mən özüm gəlim onu qarşılayım oradan. Fatimə balamız gəlsin bura. Gəl qızım, gəl yanıma. Qızım, xoş gəlmisən, səfa gətirmisən. Gəl, mən səndə mikrofon verəcəm. Mikrofonla danış, bir nə zəhmət olmasa. Bax, belə dur, baba qızım, bax, belə dur. Buyur mikrofonu. Salam, bütün Azərbaycan xalqını salamlayıram. Hər kəsə xoş gəldiniz deyirəm. Bütün ekran qarşısında əyləşən qonaqlar salamlayıram. Mən kimi bütün uşaqlara uğurlar arzu edirəm. Yaşlıların əlindən, uşaqların isə üzündən öpürəm. Sənə qurban olaram. Biz də səni öpürük, bağrımıza basırıq. Fatimə balamızın çox gözəl səsi var, əziz tamaşaçılar. Bilənlər bilir, tanıyanlar tanıyır, görənlər görüb. Şəxsən mən, Samir bəy, mən and ola Allaha, Səbinə xanım, mən bunu ifasını eşidəndə inan göz yaşlarımı saxlaya bilmədim. Və bizim Zeynəb xanım vardı, müğənni, onun bir mahnısı var, Aram Aram. O mahnısını eşitdim. Belə bayıldım da, dedim ki, mütləq mən istəyirəm ki, bu qız bizim verilişimizdə olsun, xalqımız görsün və biz dəstək olmalıyıq, biz çağırmalıyıq və biz gərək verilişlərə, bütün tamaşa aparıcılara deyirəm buradan ki, çağırın, qoy xalqımız görsün, qoy xalqımız bunları tanısın, bilsinlər ki, belə gözəl istedadlı balalarımız var.